Günün böyük vaxtını işə ayıran valideynlər övladlarını necə tərbiyə edirlər? Nənə və baba nəvələrin formalaşmasında hansı rol oynayır? Müasir ailələrdə uşağın tərbiyəsi ilə kim məşğul olmalıdır? Yaxın oturun, bu və digər suallara birgə cavab axtaraq. Axşamınız xeyir. Bugün durmadan yenilənən dünyada uşaq və yeniyetmələrə münasibətdə yeni üsul və yanaşmalar meydana gəlir. Uşağın tərbiyəsində təkcə ailənin deyil, ünsiyyətdə olduğu çevrəsinin, mühitin və ən əsası məktəbin rolu böyükdür. Uşaqların tərbiyəsində ən böyük məsuliyyət təbii ki, valideynlərin üzərinə düşür. Amma müasir dövrdə valideynlərin hər ikisinin işləməsi fonunda bəzən uşaqların tərbiyəsi ikinci plana keçir. Onlar ata-ana qayğısından bir qədər kənarda qalmalı olurlar. Belə olan halda çox zaman uşaqların tərbiyəsi ilə ya nənə-baba məşğul olur, ya da bu iş baxıcıya, yaxud da dayəyə həvalə olunur. Bunun isə müsbət cəhətləri ilə yanaşı mənfi tərəfləri də var. Valideynin övladının tərbiyəsinə vaxt ayıra bilməməsi onların arasında doğmalıq hissini zəiflədir. Yetərsiz ünsiyyət ailə daxilində sonradan müxtəlif fəsadlara səbəb olur. Sonda vəziyyət o yerə gəlib çatır ki, valideynlə övladı arasındakı münasibətlərdə dərin uçurum yaranır. Bütün bunlar birbaşa olmasa da, dolayısı yolla həm də uşaqların psixologiyasına mənfi təsir edir. Bəs belə bir mürəkkəb vəziyyətdə bugün uşaqların tərbiyəsi ilə kim məşğul olmalıdır? Məncə ən böyük məsuliyyət anaya düşür. Valideynlərə düşür, birinci növbədə anadır. Anadan irəli gəlir bütün tərbiyəsi, uşağın məktəbdə özün aparmağı, davranışı, hər bir şey. Bəs ana işləyirsə necə? Onun tərbiyəsi ilə, uşağın tərbiyəsi ilə kim məşğul olmalıdır? Məncə ana işləyirsə, ana işində çatdırmalıdır, uşağın tərbiyəsində çatdırmalıdır. Yəni, hər bir halda mən məsuliyyəti ilk növbədə valideynlərdə görürəm. Çünki valideyn məşğul olmadısa, başqa heç kim o uşağa tərbiyə verə bilməz axı. Ata-ananın tərbiyəsi olmalıdır uşaqda. Nə qədər də niyanka tutsalar falan filan, o başqa evin tərbiyəsini götürə bilər. Yəni, öz tərbiyələrini götürməyə, başqa evin uşaq tərbiyəsini götürür. O da bilmirsən axı, o evin tərbiyəsi necədir? Valideyn, ancaq valideyn verməlidir uşağa tərbiyəni. Deyir, əgər uşağı nəniyə həvalə eləsin, o biraz ərkən böyüyəcək. Amma həqiqətdir o. Amma evdə əlbəttə ki, ata-ana olmayanda nənə məşğul olmalıdır. Niyə də yox? Uşağın tərbiyəsi ilə kim məşğul olmalıdır? Bilmirəm, çünki özüm baxıram uşağıma. Yəni, mütləq valideyn baxsın. İşləyirsiniz siz? Xeyr. Küçə tərbiyəsi və yaxud da ki, deyək ki, digər sektorlarda böyüyən uşaqlar və yaxud da ümumiləşdirilmiş bir sistemdə tərbiyə alan uşaqlar valideyn tərbiyəsi alan uşaqlardan bir tık elə bir ki, həm zəka cəhətdən, həm milli mənəvi dəyərlər cəhətdən əski qalırlar, belə deyək də. Yəni, onları aşılayan olmur onlara çox da. Yəni, bu ümumiləşdirilmiş şəkildə olur. Ona görə onlara çatan pay da az olur, belə deyək. Valideyn bütün gün işdə olur, o işdən sonra boş vaxtında övladının tərbiyəsindən məşğul olmalıdır, dərslərinə fikir verməlidir, ona imkanı, savadı çatan valideynlər. Və işləməyəndə dişləməz də valideyn bəs necə yaşasın bu həyatda? Gərək hamı öz zəhmətlə məşğul olsun da. Bəs yeni dövrün uşaqlarına necə yanaşmalıyıq? Onlar ailədən nələri öyrənməlidirlər? Valideyn-övlad münasibətləri necə qurulmalıdır? Bugün sabah saxlamadan bu və digər suallara aydınlıq gətirməyə çalışacağıq. Uşaqların tərbiyə olunması cəmiyyətdə vaxtaşırı müzakirə olan mövzulardan biridir. Bu müzakirələr zamanı təbii ki, istiqamətlər fərqli yerlərə yönələ bilər. Məktəbə yönələn də var, bağçalara yönələn də var və əlbəttə ki, ailələrin də məsuliyyətinin böyük olduğunu qeyd edənlər də var. Dəfələrlə Sabah Saxlama studiyasında bu mövzuda fərqli istiqamətlərdə mövzular, müzakirələr təşkil etmişik. Amma məhz ailələrin üzərinə düşən məsuliyyət barədə mövzularımız, müzakirələrimiz baxdıq ki, daha azdır. Elə bugün məhz günün böyük vaxtını işdə keçirən valideynlər və yaxud da ki, gününü daha çox işləməyə, əməyə sərf edən insanlar öz övladlarına zaman ayıra bilirlərmi? Onların tərbiyəsi ilə necə məşğul olurlar? Tərbiyəsini necə zaman ayırırlar ki, sonradan bunun fəsadları ilə və yaxud da ki, müsbət tərəfləri ilə qarşılaşırlar? Suallar çoxdur və əlbəttə ki, əsas sualımız belədir ki, uşaqların tərbiyəsi ilə kim məşğul olmalıdır? Və elə bu sualdan yola çıxaraq studiyadakı qonaqlarımızla birgə müzakirə təşkil edəcəyik. Gəlin qonaqlarımızla yaxından tanış olaq.
klinik psixoloq Rövşən Nəcəfov, təqaüddə olan müəllim Sevil Qulubəyova, Stat Info saytının baş redaktoru Nərgiz Liftiyeva, sosioloq Mail Yaqub. Müzakirəmizə isə Nərgiz xanım sizinlə başlayacağıq. 3 övladınız var və siz də çalışırsınız, işləyirsiniz. Demək olar ki, günün böyük hissəsini demək olar ki, işdə keçirirsiniz. Mən istərdim elə burada birbaşa sizdən soruşum. Övladlarınızın tərbiyəsinə necə zaman ayırırsınız? Mənim fikrimcə övladın tərbiyəsinə ilk növbədə ata və ana məşğul olmalıdır. Nənə, baba və digər yaxın qohumlar, ailə üzvləri bunlar ikinci dərəcəli fiqurlardır. Önəmli fiqur övlad üçün ata və anadır. Biz birgə övlad tərbiyə işini qurmağa çalışırıq ailədə. Çünki təkcə ananın və ya təkcə atanın üzərində bu məsələ qalarsa, əlbəttə ki, tamamlanmış olmaz. İlk növbədə onu deyim ki, 15 ildir jurnalist işləyirəm və 10 ildir ki, artıq ana kimi də uşaqlarımı tərbiyəsi ilə məşğulam. Maksimum işdən kənar bütün həyatımı uşaqlara sərf etməyə çalışıram. Yəni, şəxsi həyat, xüsusi əyləncə, bildikdə bir fərd kimi öz həyatına diqqət ayırmaq, bu kimi məsələlər demək olar ki, ana olduqdan sonra tamamilə bizim həyatımızdan götürülür. Nərgiz xanım, biz həmkarıq, demək olar ki, işdən sonra da biz işləyirik. Bəli. Və sizin o işdən sonraki prosesinə demək olar ki, bizim çox bənzərdir. Biz işdən sonra da informasiya axtarışındayıq, mövzu axtarışındayıq, prosesləri izləyirik. Sizdə də yəqin ki, belədir. Bu gərginlikdə, bu çətinlikdə hər ikisini bir yerdə tutmaq necə alınır? Əslində hər ikisini birləşdirmək lazımdır. Məsələn, bir ana işdən sonra evdə ev işlərinə məşğul olur. Bəzən analar fikirləşirlər ki, uşaq dursun bir kənarda, mən işlərimi bitireyim, ondan sonra uşağıma zaman ayıracam. Və bir də baxırlar ki, uşağın artıq yuxu vaxtı gəlib. Əksinə, bu işə uşaqları da cəlb etmək lazımdır və bu işləri birgə həyata keçirmək lazımdır. Mən həmişə karyera və ailə, övlad və iş məsələsində eyni zamanda nələrsə yürütməyə çalışmışam. Məsələn, yemək bişirərkən övladım da mənə kömək etsin. O əsnada hiss etdirmədən onu sorğu-suala tutub, gün ərzində yaşadıqlarını, əhval-ruhiyyəsini öyrənməyə çalışıram. Və ya başqa bir iş görəndə onların da mənə köməyə çağırıram və bu birgə əmək prosesi onlara çox zövq verir. Biz bəlkə də böyüklər olaraq başa düşmürük ki, ana ilə birgə yemək bişirmək uşaq üçün nə deməkdir? Bu, onu hansısa bir əyləncə mərkəzinə aparmaqdan, orada saatlarla onun vaxt keçirməsindən daha önəmlidir ki, anamla pizza bişirdim, anamla mən keks bişirdim, onun üzərinə hansısa, belə deyək, ərzaqları mən düzdüm və o uşaq üçün unudulmaz bir andır. Eyni zamanda ata ilə keçirilən zaman, mən deyərdim ki, ata ilə keçirilən zaman ana ilə ünsiyyətdən qat-qat artıq uşağın tərbiyəsinə təsir göstərir. Niyə də düşünürsünüz? Bugün bir çox ailələrdə bəzən atalar ya var, fiqur olaraq var, övladın tərbiyəsi ilə məşğul olmur, ya da ümumiyyətlə ya boşanmış ailələr, ata olmayan ailələr, burada uşaqların tərbiyəsi çox çətindir. Çünki ata fiqurunun əzəməti, atanın nüfuzu, atanın ayırdığı diqqət onun üçün daha dəyərlidir. Ana zaten hər zaman yanında olub, ana körpəlikdən onu qucağında böyüdüb. Bu alışılmış bir haldır övlad üçün. Amma ata diqqəti bu artıq uşağın özünü daha dəyərli hiss etməsinə gətirib çıxarır. Biz süjetdə gördük ki, paytaxt sakinlərinin bir neçəsi ananın rolunu qabaqdılar. Yanlışdır, məncə yanlışdır. Razılaşmırsınız onlarla? Bəli, atanın uşağa diqqəti övladın özünə dəyər verməsinə, özünü ifadə etməsinə, eyni zamanda daha məsuliyyətli olmasına gətirib çıxarır və buradan bütün atalara səslənirəm ki, bugün sosial şəbəkələr evdə bəylərin zamanını çoxalır. Bildiyi 90 dəqiqəlik futbollara zaman tapıb baxa bilirlər. Amma övladla bunun sadəcə olaraq yarım saatını keçirmək onun həyatında çox mühüm təsirlərə gətirib çıxaracaq və uşağın psixologiyasından tanış olmağa ana necə zaman ayırmalıdır? Bayaq verişdən öncə danışdıq. Məncə ana uşağın üzünə baxan kimi onun hansı halda olduğunu, onun nələr yaşadığını, şənmi, yoxsa kədərlimi olduğunu dərhal tuta bilər. Yəni uşaq tez biruzə verir hər bir hissiyatını. Aydın Nərgiz xanım, Mail bəy sizinlə davam edəcəyik müzakirəmizə. Nərgiz xanım mövqeyi ilə tanış olduq, yanaşması ilə tanış olduq. Eyni zamanda sujetimizdə də paytaxt sakinlərinin yanaşması var və biz tamaşaçılarımıza üst tuturuq ki, müzakirə gedən vaxtda ekranda gördüyünüz əlaqə vasitələri ilə bizə yaza bilərsiniz. Siz də eynən studiyada olan qonaqlarla birgə öz fikrinizi bizə yaza bilərsiniz ki, biz də onları səsləndirək. Siz necə düşünürsünüz? Uşaqların tərbiyəsi ilə kim məşğul olmalıdır? Bununla ata, ana ayrılıqda mı, birgəmi, yoxsa nənə babanın iştirakı mı olmalıdır? Yanlışmanızı eşitdik. Uşaqların tərbiyəsində hamısının iştirakı ola bilər. Nənənin, babanın evdə olması bir bərəkətdir. Bizim dini mətnlərimizdə də var. Evdə ahıl yaşlı insanın olması bərəkətdir, nur bərəkətdir. Amma qaldı ki, bütün hamısını nənəyə, babaya həvalə eləmək bu səhvdir. Bu yanlışdır.
nənə baba heç vaxt atanın, ananın yerini verə bilməz. İndi burada ata daha önəmlidir, yoxsa ana daha önəmlidir? O polemikaya girmək istəmirəm. Hər ikisi vacibdir, hər ikisi önəmlidir. Təbii ki, hərəsinin öz funksiyası var. Nərgiz xanım düzgün qeyd elədi. Atanın xarakteri, bir kişi xarakteri kimi övlada bir cür təsir edir. Hətta qız övladına da. Ananın şəfqəti, mərhəməti, xarakteri başqa bir qidadır. Hər ikisi vacibdir. Bu qidaların hər ikisi vacibdir. Qaldı ki, indi əsas sual budur. Bax, əsas məsələ budur. Ümumiyyətlə, uşaqların tərbiyəsi, bütün psixoloqlar, tədqiqatçılar deyir ki, atadan və anadan asılıdır. Birinci məsələ budur. Valideynlərə üzümüzü tuturuq. Əziz valideynlər, siz övladlarınızın tərbiyəli böyüməsini ümumiyyətlə istəyirsiniz, yoxsa yox? Buna fərqindəlik deyirlər psixologiyada. Yəni bu sualı versək, bütün valideynlər əlbəttə istəyir deyəcək. Hə, əlbəttə, bəzən elə konkret o məlum olan sualları təzədən verirsən, fərqindəlik odur da. Bir özüvə gəl, otur, bir düşün. Bəli, dildə deyəndə hamısı istəyir. Bəs bu uşaqların tərbiyəsi ilə məşğul olmayan valideynlər hardan gəlib? Azərbaycanda, Los Angelesdən gəliblər. Yox, onlar da Azərbaycanlılardır. Bəli, soruşanda, ona görə o sual fərqindəlik yaratmaq üçündür. Bir ayıldırsan, ayrılırsan, yəqzə deyirlər, ərəbcə buna, ayıldırsan, ayılma. Səndən asılıdır. Uşaq, bax sənin deyə, övlad, istəyirsənmi gələcəyi parlaq olsun? Bəli, istəyirəm, səndən asılıdır. Nə etməli? Mən burada 5 dənə şeyi qeyd eləmişəm, tez deyək. Tez deyək, indi vaxt çatmasa sonra mən davam etdirirəm. Birinci, qeyd elədim ki, yadından çıxmasın, uşaqlarla bərabər yemək yemək. Yemək masasında oturmaq, o kollektiv ruhu yaradır, istilik yaradır, atmosfer yaradır. Onun özü uşağın tərbiyəsinə böyük kömək edir. Bu dediyiniz də çətin prosesdir. Ana 6-da işdən gəlir, ata 9-da işdən gəlir, uşaq 7-də məktəbdən gəlir. Yəni bunu təmin etmək də özü asan proses deyil. Heç olmasa, ya səhər yeməyində bir yerdə ola bilərlər, ya da axşam yeməyində, nahar yeməyində başa düşdük. Amma axşam yeməyində, şam yeməyində mütləq bunu məqsədli şəkildə yeyir. Bunlar nağıl deyil, bunlar həqiqətdir. Tədqiqat, 100 min dənə tədqiqat nəticəsidir. Uşağın tərbiyəsində mühüm rol oynayır. Otururlar bir yerdə, söhbət edirlər. Gəp vururlar, o ingilislər. Belə söhbət edirlər, deyirlər, gülürlər, danışırlar. Bunun özü uşağın tərbiyəsinə mühüm dəstək verir. Mən universitetdə 11 il müddətində dərs demişəm. Bəzi tələbələrin birinci kursda davranışları normal deyildi. Sonra onlar ütülənirdilər, düzənə düşürdülər. Amma birinci kursda gəliblər, 3-4 gündür tələbə olub və bizim kursumuzdadılar, sinifimizdə. Mən onun səbəbini araşdırdım və səbəbini tapdım. Dedilər ki, tədqiqatçılar... Bizim müəllimlərimiz deyirlər ki, hələ məktəb havasından çıxmamışsınız. Yox, ondan əlavə, yox. Repetitor yanına ki, çox gedirlər uşaqlar. Sinif atmosferindən çıxırlar, tək-tək gedirlər repetitor yanına. Onlar o deməli, normal tərbiyə ab-havasından çıxırlar. Niyə? Çünki kollektivdə olanda birgəlik onlara bir düzən verir. Amma repetitor yanına gedəndə tək qalırlar. Tənhalıq uşaqları aqressivləşdirir. Təsəvvür edirsiniz? Və o aqressiyanı biz universitetdə görürdük. Bu bir. İkincisini də deyim, uşaqları diqqətlə dinləyin. Bunu böyük hərflərlə yazmışam. Dinləmək. Dəfələrlə efirdə demişəm, ictimai televiziyada. Active listening deyirlər tədqiqatçılar. Aktiv dinləmə. Təsəvvür edirsiniz, uşaq danışır, yersiz danışır. Yersiz danışır. Məsələn, 15 yaşında bir yeniyetmə də ola bilir. Einstein zat deyil ki, 15 yaşı var. Ola bilər, gülməli olmayan bir şeyi danışır ki, qoy hamı gülsün. İmitasiya elə, sən də gül, eybi yoxdur. Gülməli deyil, pərt olmasın. Hiss eləsin ki, mən də şəxsiyyətəm. Məni dinləyirlər. Fərd olduğunu anlasın, fikri soruşulsun. Şəxsiyyət olmalı. Gördünüz, 2 dənə şey dedik. Bunlar nə böyük maliyyə tələb eləyir. Demədim ki, bahalı telefon alıver. Demədim ki, hər həftə onu bahalı restorana apar. Bunu demədik. 2 dənə şey dedik. 1, yemək masasında bir yerdə oturun, hər gün heç olmasa bir dəfə söhbət eləyin. 2,
aktiv dinləyin. O danışanda sizə maraqdan qulaq Müharibə asın. 2 məqamı qeyd elədiniz. Qarşıda elə 3 məqamınız da var ki, 3 qeydiniz də Bəli, var bəli, ki, bəli. onları da toxunarsınız. Amma 2 məqamın özünü də təmin etmək müasir ailələr üçün heç də asan proses deyil. Yəni bunu müşahidələrimiz deyir. Ən azından birgə yemək məsələsi, iş saatlarının fərqli olması var. Bu nüanslar da var. Eyni zamanda dinləmə məsələsi də var ki, dəfələrlə bizim müzakirələrimizə bu nüans da toxunulub. Sevil xanım, istərdik müzakirəmizi sizinlə davam edək. Mahir bəy yaxşı bir ifadə səsləndirdi ki, atanın, ananın rolü o qədərdir ki, onu heç vaxt nənə baba əvəz edə bilməz. Nənə baba təbii ki, evdə bir bərəkətdir, bir işıqdırsa, amma valideynin yanaşması bir fərqlidir. Sizin gözünüzdə mövzumuza baxaq. Uşaqların tərbiyəsində əsas rol kimin üzərinə düşür? Nənə, baba mütləq olmalıdır. Niyə? Mən öz həyat təcrübəmdən sizə bir misal çəkim. Mənim uşaqlarım balaca olanda 1 yaşı tamam olurdu. Bugün səhər işə çıxırdıq. Analıq məzuniyyəti 1 il idi. İndi 3 ildir. Uşaqda müəyyən bir qüsur, çatışmamazlıq, xəstəlik varsa, hətta 4 ildir. Təsəvvür edin, 1 yaşında uşaq hələ yaxşı gəzmir, danışmır, fikrini ifadə edə bilmir, anasına xəbər gətirə bilmir. Səhər o isti yataqdan onu çıxardıb, ağlaya-ağlaya geyindirib, darta-darta biri qucağında, biri yanında aparıb bağçaya qoymaq nə deməkdir? İnanın Ürfan bəy, mənim indiki ağlım o vaxt olsaydı, mən tarixdə işləməzdim. Ən azından məktəb yaşına qədər mən işləməzdim. Niyə elə düşünürsünüz? Mən uşaqlarımın yanında olardım. Amma mənim evimdə baba nənə olsaydı, ən azı 1 saat sonra, 2 saat sonra onu geyindirib bağçaya aparardı. Bu nədir? Bilirsiniz, bu nə deməkdir? Bu gözəl bir varlıqdır, qüvvədir, bu köməkdir. Bu tərbiyədə rolu, bəli, ikinci planda olmalıdır. Çünki baba, nənə uşağı ərköyn eləyir. Onun baba, nənənin nitqində olmaz, yoxdur, sonra sözü yoxdur. Əksinə, əgər ana deyir ki, tutalım da, ana deyir ki, bax bu narıncını uşaq yeyəndə həkim deyir ki, səpər yeməsin, qaynana deyir. Bir dilimdən nə olacaqdır? Niyə nənə deməyib qaynana dediniz, ay Sevil xanım? Nənə olsun, çaşdım. Yəni, niyə qaynana deyirsiniz, nənə deyim? Buyurun, davam edin. Ana qayıdıb desə ki, ay xala, ay bibi, ay ana, dərman da balacadır, amma təsiri necə böyükdür? Olmaz da, təzək görsün, gəlin mənim üzümə qayıdır. Yaxud da desə ki, yeməkdən əvvəl şirin bir şeylər sadlar yeməsin, baba o yüzdən deyəcək, pax o, tabiz uşaq böyütməmişik. Amma bir müsbət məqam da var. Mahir bəyin qeyd elədiyi kimi uşağı dinləmək. Müşahidələr də onu göstərir ki, bir çox hallarda işdən yorğun gələn valideynlər o qədər hövsələli olmurlar ki, övladlarını dinləsinlər. Amma nənə baba dinləyir. Ən sadə bir şey, onunla oyun oynayır, onunla başqa bir... Deməli, baba nənə lazımdır. Dinləməlidir əlbəttə ki. Baba nənə lazımdır, amma ata-ananın tərbiyədə birinci, onların gözəl münasibəti, mehriban, səmimi, qayğıkeş, istiqanlı bir-birinə münasibətinin çox böyük rolu var uşağın tərbiyəsində. Balaca yaşında çox böyük rolu var. Mən işləyəndə məktəblərdə günü uzadılmış qruplar var idi. İşləyən valideynlərin uşağı zəng vurulanda qrupun müəllimi gəldi, onları aparırdı qrupa. Onları orada baxırdı, yeməyi olurdu, yedirdirdi, ya alıb verirdi, dərslərinə baxırdı. Müəyyən saatda gəlib onu götürürdülər, ya da ana işdən çıxırdı, gəlib götürdü. Onları niyə ləğv elədilər? Siz deyirsiniz ki, bugün daha çox işləyən analar var. Onda daha çox niyə qruplar yoxdur? Olmağı yaxşı bir şey idi. Yaxşı, ana işləyir, ata işləyir, nənə baba yoxdur. 1-ci sinif şagirdi 6 yaşından dərsə gedir. Dərsdən çıxdı, neynəsin? Tərbiyəni bir tərəfə qoyuruq və bu uşaq neynəsin? Və küçədə böyüyən, yoldaşının təsirinə düşən, məktəbdə işləyənlər indi uşaqları aparıb qapını açıb evə qoyur, qonşu gəlir, açarı verir, qonşu açıb evə qoyur. Bu uşaq evdə tək neynəsin? Bununla tərbiyə formalaşar. Təbii ki, tərbiyə formalaşmayacaqdır. Yaxşı olar ki, dayənin də mən tərbiyəsinə o qədər belə üstünlük vermirəm. Nə bilim, onsuz da hamımız bilirik ki, nə qədər ailə varsa, o qədər də tərbiyə növü var. Tərbiyə o qədər mürəkkəb, çox şaxəli, o qədər belə dərin bir şeydir ki, onun haqqında durum bir siyahı tutum ki, bunu elə, durum, nə bilim, konkret bir cədvələ salım, yox. Nə qədər kitablar yazılsa... Amma Sevil xanım, əgər övladı dünyaya gətirirsə, onun bir planlaması olmalıdır ki, biz bu övladı yetişdirəndə, bu övladı böyüyəndə hansı mərhələlər keçəcəyik? Bax, o problemlərə görədir ki, indi ailələrdə bir uşaqdır. Övladımın tərbiyəsindən xəbərim olmayacaqsa, bu artıq mənim məsuliyyətim deyilmi? Bax, o planlaşdırmaya görədir ki, indi ailələrdə bir uşaqdır ya da 2 uşaqdır. Siz 3-4 ailəli uşaq tanıyırsınızsa, mənə də deyil. Niyə? Çünki o təsadüfən. Niyə? Çünki onlara çox çətindir. Nərgiz xanımın 3 övladı var. Elə ona görə onu dəvət eləmişsiniz də bura. Ona görə dəvət eləmişsiniz. Çünki, bax, belə problemlər var. Baxmaq var, tərbiyə
problemi var, təhsil problemi var, məktəbdə proqram çox ağırdır, ondan fərdi məşğul olmaq lazımdır. Uşaqların bilirsən, tərbiyəsinin formalaşmasında o qədər incəliklər var ki, bax, ailədə uşaq gərək yalan eşitməsin. Vəssalam. Hə, bu vacib məsələdir. Bax, yalan uşaqların uşaqlar arasında fərq qoyulmamalıdır. Amma bunu da biz görürük. Tutalım ki, misal üçün, 3 Kim qoyur o fərqi? Valideyn qoyur. Valideyn qoyur. Öz övladları. Bəli, əlbəttə, bəli. O qədər şahid oluruq ki, tutalım ki, 2 qızdan sonra bir oğlandır, 2 oğlandan sonra bir qızdır. Buna atamın adını qoymuşam, buna anamın adını qoymuşam, bunun bir filan qüsuru var, filan beyməcə. Olmaz. Fərq gərək uşaq onu hiss eləməsin. Baba, nənənin mənfi cəhətlərindən biri bilirsiniz nədir? Tutalım ki, düzdürmü, əyridirmi, ana, ata uşağa bir irad tutub da, bir təhdid edir. O tərəfdən o müdaxilə edir. Müdaxilə qəti sürətdə olmaz. Sonra uşaq eşitməyəndə deməlidir ki, belə olmaz, belə olsaydı, belə desəydin daha yaxşı idi, yumuşaq formada və s. və ilə axır. Yaxud da onu çəkil o izah, gəl yanıma, nə bilim nə, bax o uşağın evini yıxır. Çünki uşaq özünə müttəfiq axtarır, tərəfdaş axtarır və ona görə də meyl edir. Meyl edəndə də axı günbəgün həyat tərzimiz dəyişirsə, inkişaf irəli gedirsə, tərbiyənin də növləri dəyişir. Yeni elementlər... Siz nə müşahidə edirsiniz? Nənələr, babalar bu dediyiniz məqama diqqət ayıra bilirlərmi? Nəzarət edə bilirlərmi? Nə deyim, vallah. Gəlin bu suala biz qısa fasilədən sonra cavab taparıq. Əziz tamaşaçılar, uşaqların tərbiyəsində kimin üzərinə məsuliyyət düşür, kim məşğul olmalıdır uşaqların tərbiyəsi ilə? Bu barədə qısa fasilədən sonra danışacağıq. Sabah saxlamadan uşaqların tərbiyəsi ilə kim məşğul olmalıdır sual ətrafında müzakirəmiz davam etdirir və hazırda klinik psixoloq Rövşən Nəcifov tutacaq. Rövşən bəy, sizə kimi qonaqların səsləndirdiyi fikirlər var idi. İstiqamətlər, bənzər istiqamətlər olsa da bir-biri ilə uzlaşmayan və ya ki, uyğun gəlməyən fikirlərin də biz şahidiyik. Yəni, cəmiyyətdə də belə fikirlər toqquşur və müzakirə obyektinə çevrilir. Sizin mövzuya yanaşmanız necədir? Valideynlər günün böyük bir vaxtını işdə keçirdir və yaxud da ki, ana deyir ki, atanın vaxtı yoxdur, ata deyir, mən işləyirəm, bütün günü yorğun gəlirəm, övladıma zaman ayıra bilmirəm. Nənə, baba daha çox sevgi göstərir, valideynlər narazıdırlar. Bütün bu məsələləri götürsək, kim məşğul olmalı uşağın tərbiyəsi ilə sualına konkret cavab verə bilirikmi? Ailələr müxtəlif olduğu kimi fikirlər də müxtəlifdir. Ümumiyyətlə, uşağın beynində ana obrazı itirsə, uşaqda şəxsiyyət problemi olur. Ata obrazı itirsə, uşaq asosiallaşır. Yəni, öz güvəni itir. Yəni, bu, bizim bütün psixoterapiya seanslarımızda diqqət etdiyimiz klinik müsahibədə məqamlardan biridir. Biz məsələ biraz da başqa bir yandan baxaq. Ailələr nə qədər hazırdır uşağın dünyaya gətirməyə? Ümumiyyətcə, uşaq dünyaya gətirməmişdən öncə konsultasiya alıblarmı? Onlar uşağa hazırdırlarmı? Bizdə ailə quran kimi böyüklərin birinci istəyi nədir? Bir şey var. Oğlan uşağı dünyaya gətir, yerivi bərkit. Bu inanclar bu günlərin bu cəmiyyəti yaradıb. Biz bayaqdan qeyd olunur ki... İnanc deməkdir, yanaşmalar deyir. İnanc burada həyata baxışdan söhbət gedir. Yəni, dini inancdan getmir. Bu günlərin burada qeyd olunur ki, atanın kişi obrazı, ananın şəfqət obrazı. Həmin obrazların yaratdıqları bizik və biz övladlarımıza obrazları verə bilmirik. Bugün rəqəmsal dünya ilə valideynlər üz-üzə qalıblar. Yəni, biz zəhmət, ata-ana o əlindəki telefonu bir yerə qoysun evə girəndə. Yəni, əgər övlad görürsə ki, atasının, anasının əlində, biz bayaqdan deyirik ki, valideynlər vaxt tapmır. Gəlin, sosial platformaları axşam açaq, hamımızın dostluğumuzda olan, valideyn olanlar. Hamısı online'dır. Bəs sosial platformada iş saatından sonra onlayn ola bilirsə, övladla zaman keçirə bilmirmi? Bugünlərim hər kəsin ata-ana olmaq kimi bir şansı var, amma valideyn olmaq bir məsuliyyətdir, şans deyil. Bir istəkdir, bir niyyətdir, bir gələcəyə baxışdır. Yəni, sənin övladı və mülk kimi yanaşa bilmərsən. Bu, sən mülkiyyətin deyil. Mən övladımı belə görürəm. Sən anlamalısan ki, sən cəmiyyətə bir vətəndaş verirsən. Yəni, deyirsiniz ki, bizdə yanaşma məhz belədir.
Bəli, bizdə belədir. Övladı mülkiyyət kimi Bəli, bəli, bizdə valideynlər, bəli, məsələn, bu günlərim valideyn bizdə görüşlərdə deyirlər, mən övladım üçün hər şey etmişəm. Deyirəm, səndən hər şey istəyən olubmu? Əgər etmişsənsə, bunu niyə indi övladının başına vurursan? İkinci məsələ, mən övladım üçün canımı verərəm. Deyirəm, bilirsən ki, heç kim övladıma görə sənin canını istəməyəcək. Ona görə çox rahat bunu ifadə edirsən. Yəni, biz burada bir güzgü qoymalıyıq qabağımıza. Nə deməlidir o zaman valideyn? Bu ifadələri sevgidən irəli gələn ifadələrdir. Valideyn nə deməlidir o zaman? Yanaşma necə olmalıdır? Bu sevginin mən səmimiyyətini bir tərəzidə ölçərəm. Siz düşünürsünüz ki, həqiqətən də övladı olan hər kəsin o kritik məqamda addım atacağı böyük mü addım olacaq? Deyil. Çünki o onu dərk etmir. O böyüdükcə, mən sizə inandırım ki, xüsusən də hər hansısa bir əlilliyi olan uşaqlarla bağlı valideynlər o qədər artıq uşağı ilə arasında uçurum yaranır ki. Və sən izah edə bilmirsən ki, bunun məsuliyyətini sən daşıyırsan və daşımalısan. Bu sənin məsuliyyətindədir. Sən əgər uşaq dünyaya gətirməyi planlamısansa partnyorunla, sən anlamalısan ki, sənin müəyyən bir yaşa qədər o uşağın bütün məsuliyyəti sənin üzərindədir. Siz xüsusi həssas qrupları qeyd edirsiniz, amma biz dəfələrlə şahidi olmuşuq ki, valideynlər hətta yəni sağlam övladına belə zaman ayırmağa istəkli deyirlər. Çünki bayaq ki dediyim artıq o mülk anlayışı başqa formaya keçib. Bu günlərim valideyn düşünür ki, uşağına yaxşı geyim alıbsa, yaxşı ağıllı telefon veribsə, yaxşı məktəbdə oxudubsa, onun artıq bir missiyası bitib. Əsas odur ki, onun yaxşı, bahalı sinif yoldaşları olsun. Həqiqətənmi bu gələcək belə baxış olmur? Nədir o zaman dediyiniz həqiqət? Mən bu günlərim bayaq deyilən o ata, kişi obrazı ilə, ana şəfqəti ilə böyüyən insanlar bizim pasientlərimizdə hal-hazırda və heç bir, hər hansı bir həssas qrupun üzvü deyirlər. Onlar, bilirsiniz, hamısı natamam adamlardılar. Çünki valideyn etdiyini davamlı olaraq baskı edib və davamlı ondan gözləntilər var. Yəni deyirsiniz ki, valideynin övladına şəfqət göstərməsi, məhəbbət göstərməsi ona zərbə vurur. Gözləntidir. Bu günlərin övladla valideyn arasında problemlərin yaranma səbəbi övladın, valideyn övladına olan gözləntiləridir. Çünki biz uşaqları onların gələcəyinə yox, öz gələcəyimizə hazırlayırıq. Hətta belə bir ifadə var, uşaqlar bizim gələcəyimizdir. Xeyr, uşaqlar özünün gələcəyidir. Sənin gələcəyin deyil uşaq. Uşağı onun gələcəyinə hazırlamalısan. Bizi hazırladı valideynlər öz gələcəklərinə. Və biz gəldik, bir gələcəyə çatdıq, baxdıq ki, biz burada yoxuq ümumiyyətlə. Razılaşmırsınız deyəsən. Yəni mimikalarınızdan belə anladım. Başa düşürəm, Rövşən bəy, amma bunu o şəfqətlə, kişi obrazı ilə əlaqələnməsini anlamadım. O deyir, tarix nadir yarıya qədər oxumuşam, başa düşmədim. Bunun nə əlaqəsi var idi, anlamadım. Həmin insanların böyütdüyü insanlar deyilmi bugün cəmiyyətdə? Rövşən müəllim, çox ümumi danışırsınız. Ana şəfqəti ilə böyümüş, sizin cümləniz budur. Bugünkü cəmiyyətimiz ana şəfqəti ilə böyümüş uşaqlardır. Bu nə cümlədir? Çox geniş cümlədir. Belə cümlə deyin ki, onu sübut eləmək olsun da. Hansı cəmiyyətdən söhbət gedir? Mən ana şəfqəti, icazə verin, mən ana şəfqəti ilə böyümüş bir insanam və nisbətən də uğurlu müəlliməm Azərbaycanda. Və atamdan da o kişilik obrazı, kişilik aqressivlik demək deyil, kişilik o demək deyil, ata hər gün gəlsin, qışqırsın, bağırsın. Burada yazdığım punktların hamısını mən valideynlərimdən görmüşəm hamısını. 5 yaşım olanda otururdum qonaqların yanında, danışırdım və məni hamı dinləyirdi. Qonaqların yanında mən elə bilirdim ki, mən böyük adamam. Mən sonradan başa düşmüşəm ki, mən 5 yaşım oldu onda. 6 yaşım, dilim güclə söz tuturdu, hələ məktəbə getmirdim. Danışığınız yəqin şirin olub, ona görə tez-tez sizi danışdırıb. Yox, sonradan o nitq, məsələn, mən burada qeyd eləmişəm. Bu gün iş adamlarına mənim təmasım çoxdur. Adam iş adamıdır, uğurlu bir iş adamıdır. Neçə min adama rəhbərlik eləyir. Danışa bilmir. Nitq bərbatdır. Amma Rövşən bəy dediyini istərdim qaydasınız. Niyə razılaşmışsınız? Bir məqam deyim, bizə saniyə bir məqam deyim. Yəni onu anlamadım ki, ana şəfqətinin nə ziyanı var, başa düşmədim. Onu başa düşmədim. İstisnalar, qaydaları pozulur. Bu günlərin biz cəmiyyətdə ümumi bir portret baxmalıyıq.
10%. Əgər cəmiyyət hamısı bizim kimi olsaydı, mən hətta bu uçurumu belə yaradıram hal-hazırda. Cəmiyyətlə bizim aramızdakı uçurumu. Biz inanın ki, bunu müzakirə etməzdik. Razısınız? Deməli, bugünlər SSR vaxtında bütün analar şəfqətli idi, bütün atalar kişi obrazı idi. Təbii ki, mən aqressiv anlamda demirəm bunu. Yəni, mənim nə ifadə etdiyimi ola bilər ki, sizin qəbul etdiyiniz qədərdir. Burada da problem yoxdur. Mən hər şeyi olduğu kimi qəbul edən insanam. Amma bu günlərim cəmiyyətdə ümumi bir mənzərə var. Ümumi mənzərə odur ki, ailə ilə övlad arasında bir uçurum var və o möhkəm bizim danışdıqlarımız hamısı ailə modeli belə idi. Bunlar bizdən əvvəlki nəslin modelidir, elə deyilmi? Yəni bizim müqayisəmiz oradadır. Onların böyütdüyü övladlar bugün övlad böyüdə bilmir. Yəni mən buna görə dedim ki, o model belə uğurlu deyil. Çünki və izah etdim ki, niyə uğurlu deyil? Çünki onlar bizi öz gələcəklərinə hazırlamışdı. Bizim gələcəyimizə yox. Və biz gəldik bir rəqəmsal dünyaya çatdıq. Bu günlərim artıq valideyn məsələn bizə deyir ki, mən uşağı telefonu əlinə yerə qoya bilmirəm. Çünki deyirəm, o telefonu sən onun əlinə vermirsən, əlinlə verməmsən, əlivə götürdüyün üçün onun əlinə vermirsən. Demək istədiyim nədir burada? Deyirəm ki, o smart telefondur, adı üstündə, ağıllı telefondur. Yaş kateqoriyası qoymaq olur o telefonda. Nə qədər valideynlər bu günlərim ondan istifadə edir? Etmirlər. Yəni, övladlarımızı telefondan uzaq tuta bilmərik. Tutmayın da. Qadağa, üzr istəyirəm, qadağa heç vaxt tərbiyə üsulu deyil. Nəyisə məhdudiyyət qoyuruqsa, məhrum edirsə onu əvəzləməliyik bir. Sən əgər uşağı 2 ildir, uşaq oyun oynayırsa, uşaq artıq bir iqramana çevrilibsə, mən getdim psixoloq, mənə dedi ki, uşağın telefondan al, at yerə, edə bilmərsən, 2 ildir uşağın artıq həyatının 5 saatı bunun içindədir. Üzr istəyirəm. Buyurun. Biz anlamalıyıq ki, bizim bugün həyat vərdişdən ibarətdir. Uşaq evdə nəyi görürsə onu götürür. Və evdə valideynlə bugün birinci vəzifəsi bilirsiniz nədir? Nümunə olmaq, fərqindəlik bizim davranışlarımız övladların üstün nümunədir. Mən uşağın yaşına uyğun. Qeyd elədiniz ki, valideynlərin, xüsusən də anaların şəfqətlə yanaşması, yəni digər sözlə ifadə etsək, anaların övladlarına böyük sevgi ilə yanaşması və bu bir gözləntidir. Gələcəkdə övladına gözlənti. Əsla elə. Buyurun Nərgiz xanım, yəni övladlarınızı sevirsinizsə, onlara bir gözləntimi yüklüyorsunuz. Buna görəmi sevirsiniz övladlarınızı? Ananın uşağa sevgisi təbiidir, eyni zamanda atanın. Və mənim fikrim budur ki, bizim uşaqdan aldığımız enerji o qədər böyükdür ki, bizim onlar üçün etdiyimiz heç nədir. Yəni, həmişə uşaqlarımı sevəndə bunu düşünürəm. Bizim uşağa xərclədiyimiz zaman çərçivəsində o qədər istirahət edirik ki, o qədər mənəvi zövq alırıq ki, emosional baxımdan o qədər doyuruq ki, uşaq yox, biz qazanırıq burada. Biz bunu özümüz üçün də edə bilərik. Elə Rövşən bəyin dediyi kimi, sadəcə telefonu əlimizdən kənara qoyub, övladlarımızla zaman keçirsək, biz həqiqətən çox böyük istirahət etmiş olacaq və uşağı dinləyəndə ondan elə gözəl fikirlər eşidirsiniz ki, elə bir fərqli yanaşmalar insanın həyata baxışı dəyişə bilər hətta. Sən övladını kəşf edirsən və o sözlər, o cümlələr günlərlə yadından çıxmır ki, necə ola bilər, bunu mənim övladım mı düşünüb, dərslərinə maraq göstərirsənsə, onun uğurları, hətta səndən belə ağıllı olması, məntiqi təfəkkürü, o səni sevindirməlidir və əsla burada bir gözlənti yoxdur. Heç bir halda mən düşünmürəm ki, bugün övladını, bəlkə də gələcəkdə nəsə bir gözlənti olub, bugün o yoxdur. Bugünkü sevginin bir şərh edim, çox gözəl bir məqama vurğaladı. Əziz valideynlər, uşaqlar bizdən ağıllıdır, bunu qəbul edin. Amma bizim valideynlərimiz bizə nə edirdi? Məndən çox biləsən sən. Bəli, mən səndən çox biləcəm. Çünki bizdən, mən həmişə şagirdlərlə görüşəndə deyirəm, sizin ən böyük vəzifəniz bizdən daha güclü olmaq və bizdən çox bilməyimizdir. Mənim gözləntim budur. Özümüzdən yaxşı övladlar yetişdirməliyik. Əz Atatürkün dediyi kimi vətənə xidmət özünə deyil, özündən sonraki nəslə xidmətdir. Mən bunu əsas götürürəm. Yəni, uşaqların dediyi hər hansısa bir fikir çox gözəl yanaşdınız. Uşaqların bu günlərim sənə bir ideya verər, 10 ilə gedəcəyin yolu bir günə gedərsən.
Baxın, siz gələcəyə qeyd edədiniz. Biz gələcək nəsillər üçün çalışmalıyıq deyirsiniz. İndi valideyn də fikirləşir ki, gələcəkdə bu hansı bir peşə, hansısa bir ixtisas aktual olacaq. O, bu ixtisas üzrə mütəxəssisə çevriləcək. Valideyn axı pis nəsə istəmir, planlaşdırır və bu plan əsasında övladını böyütmək istəmirmi valideyn? Burada bir maddi gözlənti əsla yoxdur. Sadəcə olaraq valideyn istəyir ki, nə zamansa bu dünyadan köçüb gedəndə öz ayaqları üstündə dura bilən sağlam övlad bu dünyada olsun və gözü arkada qalmasın. Təbii ki, sağlam valideyn sizin dediyiniz kimidir. Cəmiyyət sağlam valideynlərlə dolu deyil. Çünki biz nə qədər yaşayacağımızı bilmirik. Bəli, mən hər zaman deyirəm, mən övladımın məsuliyyətini daşıyıram ki, o heç kimin azadlığını əlindən ala bilməz. O, kiminsə yoxluğu ilə var ola bilməz. Kiminsə bədbəxtliyi üzərində xoşbəxtlik qura bilməz. Biz anlamalıyıq ki, bizim övladlarımız bizim deyil, özlərinin gələcəyidir. Biz ali məktəblərə hazırlaşanda trend olan ixtisaslar var idi, yadınızdadır. Deyirik, qarışmayıblar, hər şeyə qarışıblar. Bu ixtisası seç, o olmalıdır, bu olmalıdır. Mən bugün valideynlərlə görüşlərdə deyirəm, bir məktəbdə görüşdəydik, uşaq deyir ki, mən gələcəkdə aktyor olmaq istəyirəm. Valideyni dedi ki, mən buna razı deyiləm. Dedim, niyə? Dedim, mən onun meymun olmasını istəmirəm. Üzr istəyirəm ifadəmə görə. Dedim, niyə ki? Və niyə belə yanaşırsınız? Keçmiş və hal-hazırda olan bizim sənətkarların adını çəkdim, istər xanımların, istər bəylərin. Dedim, onlar meymundurlarmı? Dedi, yox. Dedim, sənsən hər gün sosial şəbəkələrdə və televiziyada meymun izləyən. Səni aktyor deyəndə sənin ağlıva niyə meymun gəlir? Necə yaranacaq yenidən Fuad Poladov? Öz sahəsini sevən insan necə yaranacaq? Bəs o sevgi ilə gəlməlidir ixtisasa və valideynlər, məktəb anlamalıdır ki, peşə xarakterə bağlıdır. Əgər bir uşaq 700 bal yığıbsa, bu demək deyil ki, o həkim olmalıdır, o hükümdar olmalıdır, o yaxşı müəllim ola bilər. Bunu anlamalıyıq. Aydın Rövşən bəy, Mahir bəy, siz bir qədər əvvəl Rövşən bəyin fikri ilə razılaşmadığınızı və yaxud da ki, tam nə demək istədiyini belə başa düşün ki, anlamadığınızı qeyd elədiniz. Bir təzad da mənim diqqətimi çəkdi ki, biz şəfqət göstərmirik, sevgi göstərmirik, amma bir çox hallar da bildirirlər ki, övlad valideyndən o sevgini görməlidir ki, sağlam böyüsün. Yaxşı, bu necə nizamlasın indi bizi izləyən tamaşaçı? Deyəcək, sevgi verəcəm, deyəcəklər ki, çox sevgi vermək də olmaz. Sevgi verməyəcəm, deyəcəklər ki, yox, övladını çox əzləmirsən, tərbiyəsini korlamısan. Yaxşı, neynəsən valideyn? Aydın, indi o aşırı dərəcədə sevgi vermək o qədər ki, hətta uşaq gedir pis vərdişlərə qurşanır. Amma mənim balamdır, mən onu sevirəm. Yox, onun xətrinə dəymək olmaz. Yox, bu ifratdır. Örtbasdır. Bəli, bu ifratdır. Bu təbii ki, sağlam düşüncə bunu qəbul etmir. Mən bayaq Ürfan bəy dedim, bu Nisan punktu deyim, qalmasın burada. Deməli, uşaqları təşviq edin. Dəyərləndirin, sağ ol deyin, hədiyyə alın. Mən bunu bir-iki dəfə efirdə demişəm. Bəzən görürəm, etiraz edirlər ki, yox, uşağa hədiyyə alsaq, onu maddi gözləntili böyüdəcəyik. Yox, əzizim, elə deyil. Bəli, hədiyyənin həcmi lazım deyil, bahalı olsun. Bəzən 3 manatlıq, 5 manatlıq hədiyyə ilə də o uşağın yaddaşına hopa bilər. Bunu bilmək lazımdır bir dəfəlik. Uşağın ən birinci dostu və psixoloqu, tərbiyə verən atası və anasıdır. Vəssalam. Ata və ana nə edirsə, uşağın yaddaşına həkk olur. Yəni, onlardan birini seçə bilmərik ki, ana mütləq baxmalıdır ki, sujetdə... O ananın Sevil xanım dediyi məsələ ilə bağlı qanunvericilikdə bir şey dəyişir. Xəbəriniz var xəbərdən. Son 6-7 ayda bizim müzakirə elədiyimiz 2 dənə məsələyə dövlət ciddi deməli, təşəbbüs göstərib və bu məni sevindirir. Əhalinin sayı ilə bağlı biz müzakirə aparırdıq. İndi parlamentdə çox uşaqlı ailələr kriteriyasının 5-dən 3-ə endirilməsi müzakirə olunur. Məndən də jurnalistə soruşdular, dedim, çox sevindirici haldır. Müzakirələrin faydasından. Bəli, bəli. Deməli, dördüncü, uşaqlara hövsələ ilə söhbət edin. Uşaqlarla hövsələ ilə söhbət edin. Dinləmək məsələsi deyildi mi o ikinci? Xeyr, söhbət, müzakirə. Bir var, uşaq danışır, sən sakit, aktiv dinləyirsən. Bir də var, ondan müzakirə aparırsan ümumiyyətlə, söhbət eləyirsən. Bu başqa bir şeydir. Söhbət eləmək, dinləməkdən də bəzən çətindir. Çünki sən enməlisən uşağın səviyyəsinə, dünyasına. Onun temalarında ondan gəzişməlisən. Çətindir, amma
məqsədli şəkildə olmalıdır. Mən sizə bunu əmin edirəm ki, bunu edən valideynlər, demirəm, uşaqdan gözləntisi var. Azərbaycanda bilmirəm neçə faiz, çox az faiz ola bilər ki, valideynlər uşaqdan maddi gözləntisi olsun. Uşaq xoşbəxt olsun, valideynə yetər. Amma bunu əminliklə deyirəm ki, sonradan bunun faydasını görəcəklər. Nədə? Bizim bir ustadlardan, bir müəllimlərdən biri deyir. Deyir ki, yaxınlarınızın imkanlı olmasını arzulayın. Niyə? Çünki imkanlı olsalar ən azı sizə ziyan vurmayacaqlar. Maddi ziyan vurmayacaqlar. Sizdən borc istəməyəcəklər. Siz ki, yenə də övladlar valideynlərin o ixtisas seçimində, peşə seçimində qulaq assınlar, onların dediklərini etsinlər. Bunu mu nəzərdə tutursunuz? Yox, xeyr. Onu demir. Xeyr. Mən Allah bütün balaları qorusun, 2 övladım var. Heç birinə müdaxilə eləməmişəm ki, sadəcə Richard Thaler demişkən, libertarian paternalizm. Həm azad buraxırsan, həm paternalizm, yəni nümunə bir yol göstər. Nudge. Sadəcə yönəltmə. Bunu da edə bilərsən. Mənim fikrim budur. Amma məcburiyyət qətiyyən olmaz. Ümumiyyətlə, müasir uşağa nəyəsə məcbur eləmək. Bu absurddur artıq. İndi bu nə demək istəyirəm? Bayaq, deyirdim, sonuncu cümlə bəzən o qürbətə düşür, icazə verin. Deməli, bir çox iş adamları ilə söhbət edirəm. Adam 3000, 5000-lik şirkətin rəhbəridir, danışa bilmir. Cümlə qura bilmir adam. Çünki iş adamı deyil, alverçidir o. Yox. Şənbə, yox, elə deməyə, yox. Bir xüsusiyyəti deyəndə niyə onu kölgə altına qurur? Sadə olub da danışa bilməyənlər var. Sadəcə olaraq, uşaq vaxtından ailədə münasibət belə olub. Mən indi o ailənin... İşinin peşəkardır, sadəcə ünsiyyət qurmağı. Ünsiyyət qurmağı bacarmır, cümlə qurmağı. Axı bilirsiniz... Mən belə deməzdim. Mən deyərdim ki, professor da olsa danışa bilməz. Ona görə ki, nitqi zənginləşdirən, gözəlləşdirən mütaliədir. Söz ehtiyatın gərəyi olsun ki, biri yadından çıxanda o birisini onun yerinə qoyur. Ondan əlavə Sevil xanım... Elə bu gün... Ondan əlavə qorxmamaq. Elə 11 sinif qutaran uşaqların da nitqi yoxdur. Mən deyim də sizə. Mən deyim də... Çünki danışmır. Danışmaq yoxdur bugün məktəbdə. Mətni danışmaq yoxdur. Nəyi yoxlasınlar? 3 valideynlər 3 ay, 4 ay bu metodu tətbiq eləsinlər evdə. Nəticə versə, bir mənə təşəkkür yazarlar. Çox danışsınlar uşaqlarla. Vəssalam. Bunun bir dənə yolu budur. Valideynlər, mən Sevil xanım, sizə bir söz deyim, bəzən görmüşəm efirdə, adam gözəl nitq sahibi danışır, məzmun yox deyə, amma forma var. Yox, icazə verin. Forma var. Mən dediyim formaya aiddir, məzmuna aid deyil. Mütaliəsi zəifdir, amma danışmaq cəsarəti var. Bilirsiniz, nitq birinci növbədə cəsarət tələb eləyir. Adamın qorxusu varsa danışmaqda, özgüvən. Bəli. O özgüvəni kim verir? Valideyn. Bütün məsələlər orada həll olunur. Və necə verməlidir bunu valideyn? Deyim necə verməlidir? Sevil xanım dedi. Dinləsin onu. Onu dinləsin. Deməsin ki, ay uşaq, qaç get buradan. Böyüklər danışanda ki. Bəli. O evin yıxdın o uşağın sən. Ay uşaq, qaç get buradan. Bir dəfə, 2 dəfə, 3-cü dəfə artıq o özgüvəni öldü uşağın. O qorxacaq danışmağa və o yaddaşında qalacaq. Bir xəsis adam haqqında bir müdrikdən soruşdum mən. Adam milyoner, milyarder olub və xəsisdir. Dəhşətli dərəcə xəsisdir. O müdrik mənə dedi ki, müəllim, o adam uşaq vaxtı çox pul korluğunu çəkib və o yaddaşına hopub. Uşaq vaxtı o qədər təhlükəli, həssas məqamdır. Biz sadəcə olaraq elə bilirik ki, valideyn olmaq sadəcə bioloji aktdır. Xeyr, valideyn olmaq çox ağır, çətin, ciddi məsuliyyətdir. Bunlara riayət eləsinlər. Bir dənə də axırıncı məqam var, onu deyim tez. Framing, Richard Thaler yazır kitabında, düzülüş forması. İndi bunu müxtəlif psixoloqlar yazırlar da. Bu nədir? Sən prosesdə bəzən formanı dəyişirsən, düzülüşü dəyişirsən, məzmun yerində qalıb. Misal üçün, Amerikanın Minnesota ştatında abonentlərə mesaj göndərirlər. Əgər elektrik enerjisinə qənaət etsəniz, ildə $350 qazanacaqsınız. İkinci mesaj. Əgər elektrik enerjisinə qənaət etməsəniz, ildə $350 itirəcəksiniz. İkinci mesaj daha təsirlidir. Niyə? Çünki insan itirməkdən daha çox qorxur, nəinki bir şeyi qazanmaqdan. Bu psixoloji aktdır. İndi framing elədikdə sadəcə yerin dəyişdiyi bu cümlələrin. Formasını dəyişdi, məzmun eyni qaldı. Ata, valideyn uşağına onsuz da bir
məktəb çantası, bir ayaqqabı, kostyum almalıdır da alır. Alırdı. Bunu formasını dəyişsin. Təqdimat məsələsi. Təqdimatını dəyişsin. Necə? Framing. Mən sənə bir kostyum alacam hədiyyə. Əgər dərsindən yaxşı nəticə alsan, sən onsuz da o kostyumu alacaqdın. Sadəcə olaraq formasını dəyişirsən. Mən bunu sənə hədiyyə. Sizi inandırım ki, uşaq o qədər sevinir. Biz Rövşən bəy sizinlə fikrinizi alacaq. Bu yerdə istədim ki, Sevil xanım bir məqama toxunaq. Rövşən bəy qeyd elədiyi bir məsələ var idi ki, bizi yetişdirən valideynlər də bizə öz gözləntilərini yükləyiblər. Və bugün bizim övladlarımız aramızda bir uçurum yaranıb. Təqribən belə bir ifadə səsləndiniz Rövşən bəy, doğrudumu? Siz necə istəyirsiniz? Yəni yanlış mı anladım yoxsa? Tamamilə doğrudur. Yəni biz bugün Sevil xanım, Deməli, Rövşən bəy dediyi kimi valideynlərimizin əsəriyik. Ailədə 7 uşaq idik. Böyük bir masa var idi, atam düzəltmişdi. Atam kolxozda işləyirdi, çox yorğun gəlirdi. Anam da həyətdə, bilirsiniz də, kətdə nə qədər təsərrüfat işləri olur. Hamı süfrənin başına yığışdı, çörəyimizi yedik. Mən kətdən çıxanda 66-cı ilə qədər kətdə elektrik işığı yox idi. Lampalar qoyulurdu, 2 dənə, 3 dənə left lampası yanırdı. 2 sıra biz otururduq, kitab dəftərimizi tökürdük qabağımıza. Heç vaxt bizim atamız bizə deməyibdi ki, oxuyun, həkim olun, müəllim olun, adam olun, heç nə deməyibdi. Dərsi bilirsən, oxuyursan, oxumursan. O vaxt hazırlıq yox idi, o yox idi, bu yox idi. 10-cu sinifi qutarırdıq, gəlirdi uşaqlar Bakıya, 3 dəfə, 4 dəfə, 5 dəfə imtahana girirdi. Yox, imtahana girirdi və institutçu qəbul olunurdu. İndi işıq da var, telefon da var, internet da var, oyunlar da var. Bizi yönəldibdi oxumağa, nəzir yönəldib. İndi söhbət düşəndə, bilirsən mən qardaşlarıma deyir, o qədər biz işləyirdik ki, biz deyirdik ki, yaxşı oxuyaq. Belə ağır işdə işləməkdəndirsə, gedək yaxşı işdə işləyək, təmiz işdə işləyək. Sözsüz bizi deyir yönəldib, biz hamımız deyir. Yaxşı, indi nə müşahidə edirsiniz? İndi o dediklərinizi tətbiq etmək realdır mı? Mütləq uşağın arzusuna qarşı çıxırlar, yönəldirlər, onu ol, bunu ol, filan. Yox, uşaq deyir ki, mən uşaq tanıyıram, bax, lap bu yaxınlarda olub da. Universiteti qutarıb, axırıncı imtahanı, dövlət imtahanına getməyib, çox yaxşı oxuyubdur. Niyə? Çünki onda deyir, mən məcbur elədilər bu institutda oxu. Mən kompüter mühəndisi olmalıyam. Gedib indi qəşəng kurs qutardı, proqramist deyirlər də, proqramçı oldu, gəldi qəşəngdə iş tapıbdı, həvəslə də işə gedir, nə qədər də pul qazanır. Dedikləriniz demək olar, Rövşən bəy deyirlər üst-üstə. Bir məsələ də var. Yekunda sizin dediklərinizə gəlmişsiniz. Bəli, mən bütün hallarda psixoloji pəncərədən baxıram. Uşağın bu günlərin oyun aslısı olma səbəblərindən də biri məhz o mükafatlandırmanın doğru qoyulmamasıdır. Məsələn, uşağa deyirlər ki, sən dərsini oxu, biz sənə icazə verəcəyik, oyun oynayacaqsan və yaxud da falan şey alınacaq. Hər şey şərtlə də, hər şey əvəzlə. Çünki uşaq hər şey onun üçün edir. Məsələn, mən bunu təklif edirəm valideynə, limitlər qoyacaqsan və o qaydaları pozmayacaqsan. Dərsini oxumamışsan və məktəbdən mi gəldi? 1 saat oyun mu oynamaq istəyirsən? Buyur, oynayacaqsan. 1 saatdan sonra amma bu sönəcək. Sonra oturarsan, dərsini oxuyacaqsan. Dərsdən sonra sənin heç bir mükafatın yoxdur. Mükafatı əvvəlcədən verəcəksən. Bu çox doğru. Şərtlər müəyyənləşməlidir. Bəli, əvvəlcədən. Ümumiyyətcə, nəyisə əvəzləyib, daha sonra məhdudiyyət qoymaq olar. Biz bir şeyə vərdiş elətdirib uşağı. Deyə bilmərik ki, sən bunu biz adicə özümüz hər hansısa bir diyeta saxlayanda, hər hansısa bir pis vərdişlərimizdən əl çəkəndə biz onu mütləq nəyinəsə əvəzləyirik, elə deyilmi? Yəni, bu uşaqda təsəvvürünüzə gətirin ki, bu daha çoxdur və uşaq ailədə gördüyünü ona vurur. Əgər ailədə cütlüklər arasında münasibətlər sağlam deyilsə, o uşaq nə məktəbdə, nə ictimai həyatında heç vaxt sağlam münasibət qura bilməz. O, əgər görürsə ki, ailədə çox böyük bir münaqişə var və hər kəs bir-birinə səs tonunu qaldıraraq danışır, o da öz dostlarından elə danışacaq. Ona görə biz anlamalıyıq ki, çox sadə şeylərdən nümunə göstərmək olar uşaqlara. Yəni, bu günlərim biz gözlənti məsələsini niyə deyirəm? Məsələn, bu yaxınlarda olubdur belə bir keysim ki, uşaq ali məktəbə hazırlaşır, valideyni deyir ki, mən səni əvvəldən ödənişli məktəbdə oxutmuşam, ondan sonra hazırlıqlara bu qədər pul tökürəm və sən bu günlərim filan balı yox, filan balı yığırsan. Daha az yığırsan. Daha az yığırsan. Yəni, bu bizim də başımıza gəldi və sənin üçün bu qədər əziyyət çəkmişəm. Əzizim, bu əziyyəti həmin vaxtı çəkən vaxtı mən sadəcə olaraq qanmırdım. Qansaydım, deyərdim, çəkmə əziyyət.
Əgər bu əziyyət çəkib sonra səndən bu gözləntin var deyəcəksənsə, əzizim, bunu demə. Onsuz da Mail bəy dediyi kimi biz bu geyimi alırıq uşağa. Bizim borcumuzdur. Çünki o uşaq gəlib öz-özünə böyüyə bilməz. Mən valideynlərim həmişə deyir ki, sən öz-özünə bu boyda olmamısan. Amma bir şey, mən amma... Belə baxıram, bu sözü hamıya deyiblər. Bəli, hamımıza deyilibdir bu. Məsələn, narahatçılıqlar. Niyə bizim var? Məsələn, mən okeanın o tərəfinə də gedəndə, anamla telefonla danışanda, məndən birinci soruşduğu budur. Yemək yemisənmi? Bu həmişə mənim beynimdə bir sual yaradırdı. Bu nədir? Çünki biz çörək növbəsi görüblər adamlar. Komendant saat görüblər. Ona görə axşam düşən kimi zəng eləyirlər ki, haradasan? Yaxşı, o zaman biz nə soruşacağıq övladlarımızdan? Biz nə görmüşük ki, nə soruşacağıq? Biz də deyəcəyik ki, gecə saat 2-dir, hələ də onlaynsan sən. Yəni, amma mahiyyət dəyişməyib. Çünki mən anlayırdım ki, 70 il komendant saatında bir rejimdə yaşamış birisi və aclıq görmüş, növbədə durmuş biriləri, təbii ki, ondan o travma ilə bizim üstümüzə gələcəklər. Və mən bunu əvvəl anlamırdım. Eyni şeyi keçirəm yeniyetmələrin üzərinə gedirəm. Deyir ki, mən azad olmaq istəyirəm. Evdəkilər məni imkan vermir rahat yaşamağa. Deyirəm, əzizim, sən bilirsənmi, sən bu dəqiqə bütün xarici görünüşdəki geyimin maddi olaraq haradan qarşılanıb? Sən azad olmaq istəyirsə, bunlardan birinci azad olacaqsan. Bəli. Mən bir məsələni deyim. Bir uşaq yeniyetmə zamanında azadlıq istəyirsə, deməli o uşaqlıqda, o evdə azadlıq görməyib. Nəyi nəzərdə tuturam? Bugün bəzi valideynlər öz əşyalarını, evinin düzənini, səliqə-sahmanını uşağından üstün tutur. Bahalı əşyalarla döşüyürlər və uşaq divandan aşağı düşə bilməz, batıra bilməz evi. Nə vaxtsa 3 ayda bir dəfə qonaq gələcəksə, bu ev daim səliqəli qalmalı və gələn adam onu o cür görməlidir. Bu əsla olmaz. Uşaq üçün, ümumiyyətlə, ev uşağa uyğun qurulmalıdır, bütün təhlükəli nə varsa yığışdırılmalıdır, əşyalar maksimum sadə olmalıdır ki, ona nəsə olanda valideyn, yəni aşırı həyəcan keçirməsin və uşaq bacardığı qədər, yəni istədiyi qədər o evdə əylənməlidir, istədiyi qədər hoppanıb düşməlidir, istədiyi qədər qışqıra bilməlidir. İndi bina evində yaşayanlar biraz bunu az da eləyə bilər. Hətta valideyn də bu prosesə qoşulmalıdır. Uşaq iki qardaş güləşmək istəyir və valideyn gedir onların hər ikisini döyür, otuzdurur yerində. Yəni, bu belə olmaz. Bunu valideynin iştirakı ilə də eləmək olar, bir idmana çevirmək olar. Uşaq görürsünüz ki, yəni enerji yığılıb, yedizdirmişsə, içizdirmişsə, otura bilmir yerində. Bu bir idman, belə deyək, axşam idman mərasimində çevirmək olar bunu və eyni vaxtda valideynlə bir yerdə uşaqlar idman eləyib, yorulub, rahat da yuxuya gedə bilərlər. Demək ki, uşaq evdə həqiqətən azad olmayıb, evdə həqiqətən rahatlıq hiss etməyib ki, bu onun artıq 7 yaşa qədər psixologiya normalda formalaşır da. Bu onun psixologiyasında oturuşub ki, mən ilk fürsətdə buradan çıxıb azad olmalıyam. Azadlığı kənarda axtarır. Məsələn, öz övladlarımdan misal göstərim. Evdə ürəkləri istədikləri qədər azaddılar. Və kənarda siz inanmazsınız ki, onların 5, 6 və ya 10 yaşı var. Sanki böyük bir adam hansısa məclisdə oturub. Çünki istədiklərini edə bilirlər və çöldə əlavə enerji sərf etməyə ehtiyacları qalmır. Bu, valideynlərin məncə bugün uşaqlarına etdiyi ən böyük zülmlərdən biridir. Vaxt ayırmamaq bir yana, evi qorumaq ikinci bir məsələdir bugün. Ki, şəhər evlərində də biliniz kimi tələblər də dəyişir. Təmizlik, səliqə-səhman, düzən tələbləri də artıq o qədər yüksəlir. Bütün bu dediklərinizi nəzərə alaraq hazırda valideynlərə nə tövsiyə edərdiniz? Mən valideynlərə tövsiyəm odur ki, maksimal şəkildə uşaqlara rahat, sevgi dolu, güvənli mühit yaratsınlar və uşağın ən böyük valideyndən istəyi onların bir-birinə olan hörməti və sevgisidir. Uşağın özünə bəlkə də üstünə qışqırsanız 5 dəqiqə sonra yadından çıxar. Amma bir ata uşağın anasına qışqırsa, o böyüyəndə də o travma onunla qalacaq ki, anama qışqırmışdı və ya anama fiziki şiddət göstərmişdi. Eyni zamanda əksinə. Bugün üzr istəyirəm, valideynlər arasında bəzən uşaq uğrunda rəqabət gedir. İkisi də uşağı çox sevir, amma hərəsi özünü daha çox sevdirməyə çalışır. Belə bir rəqabət var. Ana atanı uşağın gözündən salır, yersiz yerə. Absurd. Ata ananı uşağın gözündən salır. Kimi çox istəyirsən. Kimi çox istəyirsən. Nə aidiyyət var? Ata ananı sevdirməyə çalışmalıdır. Anaya daha çox uşağın hörmət etməsinə çalışmalıdır. Ana da əksinə. Bu zaman uşaq məncə heç ona xüsusi sözlərlə tərbiyə verməyə ehtiyacı qalmaz. Sevil xanım, sizin valideynlərə tövsiyələrinizi eşidək. Deməli, xanım çox xoşum gəldi. Evdə ata, anaya hörmət qoyacaqsa, böyüyəndə uşaqlar, bütün qohum əqrəba, bütün ətraf o anaya hörmət qoyacaqdır. Və qadına hörmət. Bəli, kişinin qadına hörməti. Eyni ilə də qadın kişiyə hörmət qoyarsa, bu belə olacaqdır. Rövşən bəy, son tövsiyələrinizi valideynlərə eşidək. Övladlarınızın hər yaşına uyğun olaraq onlara şəxsiyyət kimi yanaşın və əllərinizdəki telefonu bir zəhmət kənara qoyun.
Buyurun Mahir bəy. Ramil Röşən deyir, beləymiş taleyin əmri buyruğu, döşünün altında sevən bir ürək, dilinin altında zəhər tuluğu. Valideynlər istəyir ana, istəyir ata. Analar bəzən çox aqressiv olurlar, daha çox uşaqla zaman keçirdirlər. Zəhrimar, azzar və yaxud atanın o deməsi ki, sən özün öz başına bu boyda olmusan, birbaşa zəhərdir. Birbaşa zəhərdir. Sən bununla nə eləmək istəyirsən axı? Ay ata, ay əziz ata, əlini öpürəm sənin. Uşaq xahiş eləyib. Tərbiyələndirmək istəyirsən uşağı, uşağın başını kəsirsən. Yadından çıxmır o. Sənə qarşı kin saxlayır, aqressiv olur. 10 ildə keçsə də, 20 ildə keçsə də yadından çıxmır. Çünki insan yaxınlarından aldığı o zəhər tuluğunu, travmanı heç vaxt unutmur. İnsan yaddaşı dəhşətli bir fenomendir. Ona görə qətiyyən elə sözlərə ehtiyac yoxdur. Uşaqdır, səhvdə ola bilər, laf səni incitsə də belə, sənin o sözü deməyin heç nəyi dəyişməyəcək. Vəssalam. Bizim bugün studiyamızda qonaqların söylədiklərindən və ümumiyyətlə bizə yazılan mesajlardan zaman etibarilə onları nəzər sala bilmədik. Gələn nəticə budur ki, bu mövzu cəmiyyətdə vaxtaşırı olaraq müzakirə olunduğu kimi studiyamızda da müzakirə olunacaq. Bizim isə valideynlərə çağırışımız odur ki, övladlarınıza zaman ayırın. Çünki övladlar nə qədər Rövşən bəy desək ki, bu ifadələrə razılaşmıram, bizim gələcəyimiz, amma eyni zamanda özlərinin gələcəyidir. Bu gələcək isə parlaq olmalıdır. Parlaq olmalıdır ki, hər şey gözəl olsun. Biz isə gələn həftə fərqli mövzuda yenidən görüşəcəyik. Hələlik.